1984-cü il Amerika Birləşmiş Ştatlarının Los Angeles şəhərində keçirilən 23-cü yay Olimpiya oyunlarına. Bax, orada cido idman növü üzrə mütləq çəkidə 2 idmançı, Misirli müsəlman idmançı Məhəmməd Raşvan və keçən əsrin 70-80-ci illərində cidonun əfsanəvi idmançısı adına layiq görülmüş, öz karyerası zamanı 200 dəfə tatami üzərinə çıxmış və bir dəfə də olsun belə məğlub olmayan 9 qat Yaponiya və 4 qat dünya çempionu Yaponiyalı idmançı Yasushiro Yamashita qarşılaşır. Final görüşünə çıxan Yaponiyalı idmançı sağ ayağından ciddi zədə almışdı. Buna baxmayaraq, o sağ ayağını çəkə-çəkə çox çətinliklə də olsa sol ayağı üstə yeriyərək Məhəmmədlə üz-üzə gəlir. Məhəmmədi sevən bütün azarkeşləri ham ona bir ağızdan sağ tərəfə işdə, zədəli ayağa, sağ tərəfə deyərək onu təkidlə qələbiyə səsləyirlər. Amma Məhəmməd bunu etmir. Ən nəhayət son anda rəqibi Məhəmmədi çətin vəziyyətə salıb, onu məğlub edərək çempion olur. Final görüşü uduzan Məhəmməddən jurnalist müsahibə götürərək ona sual verir ki, siz 100% qalib gələ bildiyiniz bu yarışda fürsəti niyə qaçırdınız? Rəqibin sağ ayağına tək bircə texniki fənd işlətmək sizi çempion edirdi. Niyə bu imkandan istifadə etmədiniz? Məhəmməd Raşvan deyir ki, mən müsəlmanım. Dinim insanlara zərər verməyən sevgi və əxlaq dini İslam dinidir. İnsandakı zədəli yerə qəsdən daha bir zədə yetirməyi dinim bizə yasaq edib, qadağan buyurub. Əgər həmin zədəli yerə təkrar olaraq bir zədədən mən yetirsəydim, rəqibim ömürlük şikəst ola bilərdi. Medal alıb çempion olmaq üçün mən bunu edə bilməzdim. Bu ədalət və əxlaqına görə bütün hər kəs Məhəmmədi ayaq üstə sürəkli alqışlayır. Bu bir insanlıq dərsi idi. Çünki fəxri kürsüdə ən yüksək yer tutmaq hərisliyi bəzən idmançıya nəcib rəqabəti unutdurur. Məhəmməd əslində itirdiyindən daha çox qazanır. İtirdiyi qızıl medal, bir də çempion adı olursa, qazancı milyonlarla insanın sevgisi, məhəbbəti olur. Qazancı beynəlxalq idman aləminin ən yaxşı idmançısı adı olur. Qazancı ədalətli idmançı medalı ilə təltif olunması olur. Qazancı bütün Yaponiyanın məhəbbəti olur. Onu Yaponiyada bir kral kimi qarşılayırlar. Bütün bu qazançların fövqündə duran ən böyük qazancı isə Yaponiyada İslama qarşı yaratdığı sevgi, məhəbbət olur. İslamdakı ədaləti, bu İslam əxlaqını canlı görən minlərlə Yaponiyalı könüllü olaraq İslamı qəbul edib müsəlman olur. Əslində Məhəmməd Raşvan heç kəsə müsəlman ol demədi. O heç bu haqda fikirləşməmişdi də. Elə bir niyyəti də olmamışdı. O sadəcə olaraq öz dinini dürüst yaşadı. Əleyhissalam buyurur ki, insanın qiyməti onun əxlaqının gözəlliyi qədərdir. Müsəlman kimə deyilir sualına sevgili Peyğəmbərimiz gözəl əxlaq sahibi olana cavabını vermişdi. Bəs gözəl əxlaq nədir? Sualına isə hər bir əməlindən kimsəyə ziyan dəyməyən xeyirli bir insanın davranış və əməlləridir demişdi. Odur ki, İslamı gərək elə saf, elə canlı və diri yaşasan ki, səni öldürməyə gələn səndə dirilsin.
Yəni çalışıb əməldə müsəlman olmaq gərəkdir. Odur ki, mənim nə taxtım var, nə də ki tacım, 5 kəlmə sözədir gücüm, əlacım. Düşünən qardaşım, dinləyən bacım, İstər xanım olun, istər xan olaq, çalışaq, əməldə müsəlman olaq. Qur'anı aşmayaq kal aşıq kimi, namaza qaşmayaq yaraşıq kimi, imanı göstərək nur, işıq kimi, aydın sabah olaq, nurlu dan olaq, çalışaq, əməldə müsəlman olaq, çalışaq, əməldə müsəlman olaq.